Bəli, Çinarə, dediyiniz kimi Azərbaycanda təhsil sistemin daha da yeni rəqəmsal məktəb layihəsi çərçivəsində şagirdlərin suallarına cavab verən chatbot hazırlanır və bu bot vasitəsilə, bu platforma vasitəsilə şagirdlərin bir sıra fənlər üzrə suallarına cavab veriləcək. Xüsusilə də Azərbaycan dili, Azərbaycan tarixi və digər əsas fənlər burada ilk yerdə yer alır və ümumiyyətlə bu chatbotun dediyiniz kimi mahiyyəti nədir ibarətdir və şagirdlərə nə vəd edir, onlara hansı formada kömək olacaq? Bununla bağlı daha detallı informasiyalar ilə hazırda qonağım təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarovdan alacaq. Xoş gördük Vüsal bəy. Yaradılacaq bu chatbot platforması ilə bağlı detallı təfərrüatları sizdən eşidək. Buyurun. Təşəkkür edirəm. Siz də qeyd etdiyiniz kimi biz cari ildə rəqəmsal məktəb platformasını istifadəyə vermişik. Hal-hazırda yarım milyondan çox istifadəçisi olan bu platformada həm şagirdlər, həm müəllimlər, həm də məktəb rəhbərlikləri yer alır, istifadə edirlər. Platformanın bir hissəsi də süni intellekt həlləri üzərində qurulmuş iki həll təqdim ediləcək. Biri müəllimlər üçün, hansı ki müəllimlərin dərs planlaşdırılmasında onlara dəstək vermiş olacaq. Metodiki vəsaitləri deməli tövsiyə edəcək, kurikuluma uyğun materialları tapmaqda dəstək verəcək, qiymətləndirmə alətlərini avtomatlaşdıracaq və saniyələr ərzində müəllimlərin işini rahatlaşdıracaq. Eyni zamanda biz şagirdlər üçün də sizin qeyd etdiyiniz kimi müxtəlif fənləri əhatə edən deməli öyrənmə yoldaşı dəstəkləyici aləti istifadəyə verəcək. Bu chatbotun, bu süni intellekt həllin mahiyyəti ondan ibarət olacaq ki, şagirdlərin öyrənməsini təhlil edəcək və hansı fənlər üzrə, hansı istiqamətlər üzrə daha çox ona dəstək lazımdırsa, ona yönəlik materiallar təqdim edəcək. Eyni zamanda 24/7 istənilən vaxt şagirdlər istənilən təhsil istiqaməti üzrə istənilən mövzularda suallar verə biləcəklər və bu alət vasitəsilə daha sadə dildə onlara müxtəlif mövzular izah ediləcək. Növbəti mərhələdə bu alətin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Ondan irəli gəlir ki, alət işlədikcə və alətlər istifadə olunduqca müəllim və şagirdlər tərəfindən hər bir istifadəçinin həmin alətdən istifadə qaydası öyrənilir və sistem ona uyğun olaraq məzmun və deməli istiqamət verici materialları onların qarşısına çıxardacaq. Burada bu alətləri təqdim etməkdə məqsəd ilk növbədə müəllimlər və şagirdlərə dəstək verməkdir ki, məzmun daha asan və tez öyrənilə bilsin. Eyni zamanda müəllimlərin iş yükünü də avtomatlaşdırmaq, sistemləşdirmək məqsədi daşıyırıq ki, müəllimlər daha çox vaxtlarını öz peşəkar inkişaflarına, eyni zamanda hansısa bir mövzunun izahına sərf etsinlər, nəinki müəyyən hesabatların kargüzarlıq və ya planlaşdırma işlərinə. Bu alət tam təhlükəsiz mühitdə hazırlanır və Azərbaycan dilində təqdim ediləcək ki, bizim şagirdlərimiz üçün lokallaşdırılmış bir həll olsun. Təşəkkürlər. Çox sağ olun təfərrüatlı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir də xatırladım ki, Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində yeni, yəni şagirdlərin suallarına cavab verəcək chatbot hazırlanır və bu platforma vasitəsilə şagirdlər 7-24, yəni günün istənilən saatında onlara qaranlıq qalan suallardan bağlı, başa düşmədikləri suallarla bağlı orada yəni cavabları ala bilərlər. Eyni zamanda onlara yəni müxtəlif mövzularla bağlı onlayn materiallarda təqdim olunacağı deyilir. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə bu məsələ ilə bağlı aydınlıq gətirdiyin üçün.